Hər kəs salamlayıram. Bax, deyirlər ki, mən dənizə gedirəm, nə yeyim? Ümumiyyətlə, yenə deyirəm, yəni üstünlük yeməyi verməyin. Siz dənizə gedirsiniz zaqar almağa, yəni hüzur tapmağa, çinməyə. Ümumiyyətlə, formada olanda daha adama ləzzət eləyir, yəni adama xoş olur. Həmçinin də zaqar alanda lap gözəl olur. İndi bax, bugün bunu yedim, misal üçün dənizdə. Doymadın, eyb yox, yenə bundan ye. Başa düşürəm, dənizdə insan tez acır. İndi sabah fərqli bir şey olsun da, yəni pendir olmasın, toyuğun filesi olsun və yaxud balıq olsun, yəni ət olsun. O baxımdan yenə deyirəm ki, dostlar, şişirməyin. Bu kifayət eləyir insana. Bəziləri deyir, bununla doymaq olar. Əslində belə olmalısan. Amma sən həmişə öyrəşmisən çox yeməyə. O baxımdan indi yeməyəndə deyirsən ki, nəsə ola bilər. Xeyr, sadəcə insulinin düşür, amma o da normaldır. Həmişə belə yemisən axı ona görə. İndiki zamanda insanlar yəni fiziki aktivliyi çox da deyil. Yəni insanlar evdə işləyir, ofisdə işləyir, qabaqki kimi insanlar tarlada işləyir, işləmir və yaxud yuxudan duran kimi başqa bir işlə məşğul olmur. O baxımdan deyirəm ki, yəni çalış fiziki aktivliyin necədirsə, elə də ona uyğun ye yenə. Hər kəsə uğurlar.